Əziz dostlar, hörmətli izləyicilər, geniş həyət yana sahəyə malik belə bir 4 otaqlı daş tikili əla bir həyət çəkib göstərirəm sizlərə. Olduqca gözəl formada təmir və inşa olunub, qoşadaş 40-40 fundament üzərinə tikili və ümumi mərtəbə yekunda beton kəmər atılıb. Hündür zirzəm sahəsi var, vaxtınızı almamaq üçün göstərməyəcəm. Görürsünüz, hasarın alt tərəfləri termoqla ilə işlənib. Bu hissədə terras hissəsi mövcuddur, mətbəxdən ora çıxış qoyulub. Kombi aparatı burada qoyulacaq, qaz xətti kombi aparatına çəkilib. Burada belə bir geniş terras sahəsi mövcuddur dəyərli dostlar. Burada bir neçə ev var idi. 4 otaqlı olan tək budur. Təmir yenicə yekunlaşıb və sizlərə çəkib təqdim edirəm. Daxil oluruq evə. Bütün otaqlar dəhlizdən paylanır. 4 otaqdan ibarətdir. Sağda yerləşir evin zal hissəsi. Ev deməli bura kifayət qədər geniş ölçüyə sahibdir. Bu ev 100 kvadrat metrlik bir tikili sahə mövcuddur. Radiator xətti pəncərənin alt tərəfindən açılıb. Şəbəkə pəncərələrdən və açıq rənglərdən istifadə olunub, olduqca zövqlü formada təmir olunmuş bir evdir. Solda isə yerləşir evin mətbəx sahəsi dəyərli dostlar. Mətbəxdən az əvvəl qeyd etdiyim terras sahəsinə çıxış var. Görürsünüz, qapısı qoyulub. Daha sonra sol tərəfindən davam edək. Burada sanitar qovşaq və hamam otağı yerləşir. Buranın da ölçüsü çox yaxşıdır. Tək divar yoxdur, hörmətli dostlar. İstənilən alıcı ustası, mühəndisin gətirib yoxlatdıra bilər. Qiyməti 90 min manatdır, hörmətli dostlar. İlkin qiymət 90 min manatdır. Və alıcılara qiymətdə razılaşmaq, endirim etmək mümkündür və sağına və arxasından keçid etmək mümkündür. Burası ümumilikdə 4-cü otaq. Saray qəsəbəsində yerləşir. Tərlan Şadlıq Sarayının arxa tərəfi tam yaşayışlı bir ərazidir, hörmətli dostlar. Ətraf tamamilə yaşıl, üzr istəyirəm, yaşayışlı evlərdən ibarətdir. 40-40 karkaz beton üzərində tikilib və ümumi mərtəbənin yekunda beton kəmər atılıb. Və əvvəldən axıracan cüt kubikdir. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Sağ olun, hələlik.